tədbir iştirakçıları, icazə verin sizlərin hamıza xoş gördüm deyim. Yaxşı günlərdir, əziz günlərdir. Eyvaz Adgözəloğlu Tərzəli. Bu münasibətlə demək bir müzakirə elədik. Ayın 15-i günüdür sizin ad gününüz. Dedim ki 14'ü dedim ki Eyvaz hanım 15'i də düşür bazar gününə eyb yoxdur. Yaşı tez qeyd eləməyin düşər düşməzi olar. Ancaq inşallah bir münasib gün, bir gün də yaxşı bir günə düşdü. Tərzəli Eyvaz Adgözəloğlu ölkəmizin ictimai siyasi mədəni həyatında və şuranın işində səmərəli fəaliyyəti ilə xalqımıza, vətənimizə göstərdiyi dəyərli xidmətlərlə və 75 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin qərarı ilə təltif edilmişdir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Profesor Eldar Quliyev. Bu, bütün Sabirabadlılar ağsaqqallarına verilən qiymətdir. Bu Eyvaz müəllimi çox özlü olandır. Buna görə də sizləri təbrik edirəm Eyvaz müəllim timsalında. Eyvaz müəllim, dur deyirəm. Baxın. Uzun ömür, sağlam can, ailə, məşhur, xoşunluğu, ailə meyvəsini xatırlayıram. Ben uca Allah'tan bugün size bu vakte kadar yaşadığınız ləyaqətli ömrünüzün 100 ilində də bu hörməti, bu izzəti sizə arzulayıram. Sağ olun. Allah həmişə sizi kimi ağsaqqalları bizim rayonumuzda var eləsin. Sabirabad cəmaətinə mən həmişə fəxr eləmişəm. Sabirabad cəmaəti mənəvi dəyərlərə Eyvaz müəllim, təbrik edirəm sizi. Uzun ömürdən sağlığı arzu edirəm. İndi bir yerdə də çalışırıq Ağsaqqallar Şurasında. Çalışırıq bundan sonra da bir yaxşı rayonumuzun inkişafında işlərimizi görək. Yenə də təbrik edirəm ki, 75-lik münasibəti üzrə. Biz həmişə, mən uzun müddətdir rayon təşkilatında işlədiyim kimi bütün sessiyalarda, bütün tədbirlərdə partiyanın tərəfindən verilən tapşırıqlara həmişə məsuliyyətlə yanaşmışıq. Həmişə verilən tapşırıqları öhdəsindən gəlmişik və bununla bağlı çox təşəkkür edirik. Hörmətli Eyvaz müəllim, hörmətli tədbir iştirakçıları, bu günləri Eyvaz müəllimin 75 ilin münasibətilə yığışmışıq. Bir daha mən də öz nümayəndələri adında təbrik edirəm. Uzun ömürlü olasan. Hörmətli Eyvaz müəllim, hörmətli Həsən müəllim. Birinci hamımızı qarşıdan gələn Fisir bayramı və Novruz bayramı münasibətilə təbrik edirəm. Bu tədbirin iştirakçılarına başda Səraqəttin müəllim olmaqla Həsən müəllim, icra hakimiyyətinin rəhbərliyinə təşəkkürümüzü bildirirəm. Belə tədbirlərin keçirilməsi, insanların zəhmətinə qiymət verilməsi özü böyük önəm daşıyır və gənclər üçün də bir örnəkdir, nümunədir ki, həyatda insanların əməyi qiymətləndirilir, zəhməti qiymətləndirilir. Həqiqətlə razıyım. Eyvaz müəllim öz həyat yolu ilə gənclərə həm örnək olub, həm yaşlılara dayaq olub. Var onun, o gün olsun, dövətimiz. Eyvaz müəllimi təbrik edirəm. Biz də Eyvaz müəllimlə uzun müddət eyni cəbhədə çalışmışıq. Eyvaz müəllim, təbrik edirəm sizi. Sizə uzun ömür, can sağlığı arzulayıram. Ağam dediyi kimi Allah Taala verdiyi ömrü sağlam yaşayasınız. Təbrik edirəm. Sağ olun. Eyvaz müəllim, səni bugünkü gün münasibətilə sənin qəlbdən təbrik edirəm. O gün olsun ki, sənin Allah verən ömrü sağlam və şərəfli ömür həyat tərzi keçərək səni hansı yaşda olsa biz o təbriklərə qoşulub sənin bu yaşlarda təbrik edirəm. Bu günləri xoş gündür. Eyvaz müəllimin 75 illik yubileyinə yetişmişik. Mən Allahdan arzu edirəm ki, Eyvaz müəllim qeyd olunduğu kimi sağlam ömür arzu edirəm. 80 ilin qeyd eləsin, 85-in qeyd eləsin, 90 belə də ardıcıl olaraq. İşçilərimizin hamısını salamlayıram. Eyvaz müəllimə də Allahdan qəlbindən nə niyyəti keçirsə, nə sağlamlığı, ömrün arzulayırsa Allah onu yerinə getirir. Mən də təbriklərə qoşuluram. Çox söz demək olar, çox vaxt almaq istəmirəm. Uzun ömür, can sağlığı arzulayıram.
Sağ olun. Hörmətli ağsaqqallarımız, dəyərli şəhid ailələri, mən də öz adımdan və şəhid ailələri, əlillər və müharibə veteranları müdafiəsi ictimai birliyi adından, şəhid ailələri adından Eyvaz müəllimi təbrik edirəm. Allah Eyvaz müəllimə və onun simasında bütün rayon ağsaqqallarımıza uzun ömür, can sağlığı versin. Başda bizim icra başçımız Siraqəttin müəllim olmalı, Həsən müəllim olmalı və dünyasını dəyişən ağsaqqallarımıza Allah rəhmət Eyvaz müəllim, bugün gözəl gündür. Çünki insan ömrü fəsillərə bölüşür. Yəni ömrün baharı var, ömrün yayı var, ömrün payızı var, ömrün qışı var. İnsan ömründə fəsillər var. Və birinci kitabımda mən yazmışam ki, ömür hara təsirsən. Orta yaşdan keçib ömür, öz yolunu seçib ömür. Sanki quş uçur ömür, yoxsa bizdən qaçır ömür. Ömür hara təsirsən. Uşaqlıqdan nə tez keçdin, nəyi əkdin, nəyi biçdin, nağıllardan biz doymamış. Nə tez keçdin, nə tez ömür, yoxsa bizdən qaçdın ömür. Ömür hara təsirsən. Gənclik vaxtı şirinləşdin, mənalaşdın, dərinləşdin. Bəzən oldu, Eyvaz müəllim, çətinləşdin. Öz yolunla getdin ömür, yoxsa bizdən qaçdın ömür. Ömür hara təsirsən. Ömür, səndən doymamışam. Ay Həsən müəllim, mən yatmışdım, oyanıram. Keçdi ömür, odlanıram. Heyif hesə getdi ömür. Ömür hara təsirsən. Yaş ötüşür, Rüstəm müəllim, narahatıq. Ömür çağırırıq. Sən gedirsən, biz baxırıq. Öz işini görür ömür, ötən günə vurur möhür. Yoxsa bizdən qaçır ömür. Ömür hara təsirsən. Doymamışıq həyat şirin. İndi bildik, ay az dərin, necə oldu gözəllərin, necə oldu igidlərin, nə tez keçdi xam ömür. Yoxsa bizdən qaçdı ömür. Ömür hara təsirsən. Eyvaz müəllim, bu təsir ömürdə səhər sağlardır. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.